Zəhmət olmasa yol keçidlərindən istifadə edək. Allah. Getmə, bir gör. Başlayışlar Rəhim ol. Necəsiz? Aşı, aferin. Hörmətli piyada, bir dəqiqə zəhmət olsa söz deyib gedir. Üzr istəyirəm, bir də olmaz. Tələsik keçdim. Ehtiyatlı olun, yola ehtiyatlı olun, ehtiyatlı olun. Sumqayıt Koroğlu prospektində piyadalar maarifləndirilib. Siz buradan keçirsiniz, həyatınızı təhlükə atırsınız. Sizin əzizləriniz üçün bir ciddi problem ola bilər. Qarşıdakı piyada keçidindən və bir də buradakı piyada keçidindən istifadə edin. Yəni sizin həyatınıza görədir hər bir şey. Hal-hazırda maarifləndirici işlər gedir. Ondan sonra burada bəzi tədbirlər keçiriləcək. Yəni cərimələr olunacaq. Sumqayıt İcra Hakimiyyəti və Sumqayıt Polis İdarəsinin birgə təşkilatçılığı ilə şəhər ərazisində yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə geniş miqyaslı maarifləndirici kampaniya davam etdirilir. Aksiyada könüllülər də fəal şəkildə iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər yol polisinin birgə tədbir keçirir. Maarifləndirici tədbir, yəni cərimə yazılmır. Sadəcə sizə məlumat verir ki, xahiş edirik gələcəkdə piyada keçid zolaqlarından istifadə edin. Özünüzün həyatı təhlükə atırsınız, sürücülər üçün problem yaranır. Qarşıda piyada zolaqları var, xahiş edirəm oradan istifadə. Özünüz və ətrafınızda olan şəxslərə bu barədə məlumat verin. İlkin mərhələdə kampaniya maarifləndirici xarakter daşıyır. Sakinlərə yol hərəkəti qaydaları izah edilir və düzgün keçid vərdişləri aşılanır. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində də müvafiq inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Sakinlər də keçirilən kampaniyadan razılıqlarını ifadə ediblər. Siz doğru olanı deyirsiniz. İndiki biz tələsirik, sürücüləri də təhlükəyə atırıq, özümüzdə bu yanlışdır. Tədbirə layiq belə insanları maarifləndirirsiniz. Sağ olun. Bu əslində çoxdan olunmalıydı, bu gözəldir. Çünki sürücüləri də həm də pis vəziyyətə qoyur piyadalar, düzgün keçmirlər. Ümumiyyətlə svetoforu keçmə mədəniyyətini öyrətmək lazımdır. Bizim həyatımız üçündür da. Lap yaxşı. Yaxşıdır ki, maşınlardan keçəndə maşın vura bilər. Şəmsistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.